بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. الصلاة والسلام علی سیدنا و نبینا ابی القاسم محمد و علی آله الطیبین الطاهرین المعصومین. قال الحکیم فی کتابه الکریم: یا ایها الذین آمنوا اتقوا الله ولتنظر نفس ما قدمت لغد واتقوا الله. Məhərrəmin ikinci gecəsidir. Aşura məktəbini bu günlərdə gərək tanıyaq ki, bu məktəb nədir? Mənim bu bəhslərim bu məktəbi tanıtdırmaqdır ki, biz İmam Hüseyin məktəbi deyəndə nə başa düşürük? Məhərrəmlik deyəndə İmam Hüseyin bu işləri gördü, nə istəyirdi eləsin? Bir nəfər bizdən soruşsa ki, İmam o gün Yazidi qarşısında beyət eləmədi, şəhid oldu, yəni istəyirdi neynəsin? Bu işinin mənası nə idi? Kərbəla barəsində müxtəlif sözlər yazıblar, deyiblər, eşitmişik. Amma ən gözəl mənbə İmam Hüseynin öz cümlələridir, öz sözləridir. Biz istəsək Kərbəlanı tanıyaq, qeyd etməliyik İmam Hüseynin öz sözlərini görək. İmam nə deyir? Nə buyurur? Mən neçə sahədə bölmüşəm bunları. İmam bəzən buyurur ki, mən bu qiyamı elədim, istəyirdim cəddimin ümmətini islah edəyəm. Uridul islah fi ümməti cəddi. Yəni elə bir cəmiyyəti istəyirdi İmam islah eləsin. Cəmiyyət nə olmuşdu İmam istəyirdi onu islah eləsin? İmamın islahatı cəmiyyətə o zaman nə idi? Bəzi cümlələrdən bu düşünülür. Ki, qeydəcəyik görək İmam nə cür istəyirdi islah eləsin? Məsələn, insanlar, cəmiyyət nə cür mənəvi baxımdan tənəzzül eləyər ki, İmam istəyirdi bu cəmiyyəti islah eləsin. Bəzi cümlələr İmamdan düşünürük, dini istəyirdi saxlasın. Cəmiyyəti islahın başqa bəhsidir. Din də təhlükədə idi, dini də istəyirdi saxlasın. Görürük beyət məsələsində belə buyurur. Buyurur, əgər mən beyət edəsəm, daha İslama Fatihə. Əgər mən Yazidi qəbul eləsəm və Yazid Peyğəmbərin xəlifəsi kimin məndən də imza alsa, qol çəksəm, da ələl-İslam əs-səlam. Burada İslamın bəhsidir, dinin bəhsidir, dinin təhlükəsidir. Bəzi cümlələr də belənçidir. Pəs bəzi cümlələri də görürük, İmam ümmətin islahına təkid eləyir. Ümməti əşhaqdan, tənəzzüldan və batıllaqdan çıxartmağı da çalışır. Sözü budur. Deyir, mən cəddimin ümmətinə fikirləşirəm. İkinci sahə gördük, din istəyir təhlükədən qutulsun, din qalsın. Cinə cümlələri İmamın araşdıranda görürük ki, bir ayrı söz də var. İmam deyir, mən zillət altına girmərəm. Burada din bəhsi deyil.
burada cəmiyyəti islah bəhsi deyil. İnsan ruhunun kəramət bəhsidir. İnsan ruhunun alicənablıq bəhsidir. Deyir, mən zillət altına girmərəm. Məktəb, Kərbəla məktəbi hansıdır? Dini bir şeydir. Din istəyir qorusun. Cəmiyyətə aiddir. İstəyir cəmiyyəti islah eləsin. Ya bir ruhi ki, ucalıbdır, zərvədədir, o ruh istəmir alçalsın, sınsın, zəlil olsun. Deyir, heyhat minnə zillə. Mən zilləti qəbul eləmərəm. Nədir? Kərbəlanın mahiyyəti insani mahiyyətdir. İnsani dəyərlər əsasındadır. Onlardan biri kəramətdir, insan alicənablığıdır. Cəmiyyət sosioloji bəhsidir. İstəyir cəmiyyəti islah eləsin. Ya yox, ictimai bir ayrı sahə bəhsilərdir. İstəyir dini saxlasın. Bəzi cümlələrdə bir ayrı sahədə vardı imamın. Deyir, Yazid layiqdir bu işə. Yazidi qəbul eləmir. Beyət bəhsi deyil hələ. Beyət alıb almamaq bəhsi deyil. Deyir, Yazid o yerə layiq deyil. Bəni Üməyyəni istəyir İslamdan ayırsın. Cəmiyyət bilsin Bəni Üməyyə ayı İslam ayır. Yəni haqqı batil ayırmaq bəhsi gəlir. Sir orada insanlarda haqqı tanıttırsın, batili tanıttırsın, əyrini düzün tanıttırsın. İmamın cümlələrindən bu sahələr çıxır. Şayad bundan da ayrı sahələr də ola. İnşallah bu 10 cələsədə bunları danışacağıq. Mən bugün müqəddimə istəyirdim danışam. Nə istəyirəm deyəm? İmamın əməli neçə qəddir, işinin qəti vardı. Adi insanların işlərinin bir qəti var. Ülvi insanların, Allah oliyalarının işlərinin neçə qəti vardı. Bir iş görəndə neçə sahəyə təsir qoyarlar. Bir işləri ilə həm öz ruhi cəhətlərini uçaldarlar, izzətlərini qoruyarlar, zillətə düşməzlər, həm dini o işinə saxlayarlar, həm o işinə cəmiyyəti islah eləyərlər, həm o işinə Bəni Üməyyəni ifşa eləyərlər. Əməlin neçə qət olmağıdır. Bizdə bəzən öcürdəyik. Biz əməllərimiz sətidir, bir qətdir. Baxın, insan gedir, bir xəstədir, xəstənin görmağına. Təhdə getdi, gördü, qeytdi, gəldi. Bu savabı da var, bir qəddir. Eləyə bilər, haman halda o xəstəyə ümid versin. Bu ikinci qət oldu. Eləyə bilər, haman halda o xəstəni bir dərəcə ruhi cəhətdən, mənəvi cəhətdən mənəviyyət də versin. Allaha tanışlığı da versin. İnsanın zəifliyini və Allahın ucalığını da orada görsəsin. O bir ayrı. Bir əməli ilə 3-4 dənə iş gördü. Xəstənə dəyməkdir. Amma bu qədləri ilə. İnsan yoxsula sədəqə verər. Bəzən sədəqə verər. Əl çəksin də. İstəyir daha qutulsun. Bəzən o sədəqə mümkündür verə, onun hörmətini də saxlaya. Mümkündür sədəqə verə, onu yola da gətirə, paçlığa da gətirə. Haman əməli ilə asılıdır, nə cür o işi görür? O əməli hansı keyfiyyətdə görür? İnsan ovladı ilə, ovlad atalisi ilə, anası ilə mümkündür əməlləri bir qət ola, ailəvi bir iş ola. Mümkündür, yox. Ailəvi işdən yuxarı ola. Zeynəb Hüseynin yanında ailəvi iş görmürdü. Eyni halda bacı qardaş idilər. Əməli qəti dərinləşmişdi. Zeynəb
bayraqçı olmuşdu bu haqq yola. Eyni halda bacısı idi. Bacı məhəbbəti fəqət deyildi, vilayət məhəbbəti də gəlmişdi. Haman məhəbbətdir, qəti dərinləşibdir. İnsan ata-anasına məhəbbət eləmağının savabı çoxdur. Hətta atanın üzünə baxmaq, ananın üzünə baxmağın savabı var. Bəzən duyğu kimin baxır, duyğu kimin. Bu bir qəddir. Bəzən ilahi bir öhdəçilik kimin baxır. Allah razılığında bu əməli ilə cəlb eləyir. Bu iki qət oldu. Bəzən bu baxışı ilə atasına bir həyatda bir ümid də verir. Atasının çün buna zəhmət çəkib, bir o zəhmətlərinin bir hissəsini qeytərir. O iki Həzrət İbrahim buyurdu, Allah mənim ata-anamı ki zəhmət çəkiblər mənə, onlara rəhmətüvi göndər. Görürsən, bir əməl neçə qət olur. Kərbəlanın əvvəl nüktəsi budur. Kərbəla hadisəsi biraz neçə qətli hadisədir. Həm insani dəyərlər məsələsi var, həm ictimai islahat məsələsi var, cəmiyyətdə dəyərlər məsələsi var, həm din məsələsi var, həm Bəni Ümeyyə məsələsi var, hamısı vardır. Ona görə Kərbəla tarixi deyil, fəqət tarix deyil oxuyuruq, məktəbdir. Bəzən insan bir roman oxuyar, vaxtın geçsin. Kərbəla vaxt geçitmək üçün deyil. Minimumu savabdır. Minimumu savabdır. Əgər insan Kərbəladan bəhrələnsə, rüşdüdür. Bəhrələnsə, yola düşər. Seyyid-ü-şühədadan nuraniyyət alar. Seyyid-ü-şühədadan mənəviyyət alar. Öz başına deyil, hədislərdə var, Kərbəla türbətinə insan səcd eləsə, 7 qət hicablar aradan gedər. İnsanda olan hicablar nədir? İnsan nə manedir haqqa çatmağa? Deyir o 7 qət manelər həyatında gedər. Bunları izah eləyəcəyik. Məqsədim budur ki, Kərbəlaya bu cür baxmalıyıq. Bu cür baxsaq, Kərbəla axar bulaqdır. Əbədiliği də budur. Kərbəla təkcə matəm deyil, Kərbəla təkcə hüznü kədər deyil, Kərbəla bir Allah ovliyasının seçdiyi bir addımlardır. Kərbəla düşünülmüş bir hərəkətdir. Kərbəla bir ilahi bir insanın, bir şəxsi ki Allah tərəfindən bir ilahi məsuliyyət özünə qəbul eləyibdir. Cəmiyyəti də islah eləsin, dinini də hifz eləsin, özünü də yuxarıya çıxasın. Pələnci bir düşünülmüş hərəkətdir. Amma şəm kimindir, kədər tərəfi də var da, ağlamaq tərəfi də vardır. Amma o nur tərəfi daha önəmlidir. Şəm əriyər, amma əriyə işıq verər, əriyə nur verər. Kərbəla da öcürdür. Şəhid ola məktəb yaradıbdır. Qələmdə, kağızda deyil, kitab deyil, yaşayışdır. İnsan bəzən kitabda yaxşı sözlər yazar, yaşamaqda yazanmaz. Kərbəla yaşayışda bir ilahi hərəkətdir, Allaha tərəf addımdır. Biz bunları inşallah qıssa izah eləyəcəyik, vaxtımızı da çox uzun tutmayacaq. Birinci nüqtə islahdan başlayırıq. Çünki İmam vəsiyyət elədi, bunu təkid ilə buyurdu. Mədinədən çıxanda Məhəmməd Hənəfiyyə öz qardaşına bu vəsiyyət elədi. Məhəmməd Hənəfiyyə Mədinədə qaldı.
İndi bəzilər soruşurlar ki, niyə Mədinədə qaldı, niyə İmam Hüseyndən getmədi? Əvvəla İmam özü dəstur verdi. Buyurdu, sən Mədinədə qal. Sən mənim Mədinədə gözüm ol. Mədinə xəbərlərini mənə çatdır. İmam özü buyurdu, Məhəmməd Hənəfiyyə Mədinədə qalsın. İkinci cəhəti əlil idi. Məhəmməd Hənəfiyyə cismi cəhətdən hərəkəti öcür rahat deyildi. Getməyi, yeriməyi, gəlməyi rahat deyildi. Hər halda Məhəmməd Hənəfiyyənin Mədinədə qalmağı üzrülü idi. Belə deyildi ki, bəzi insanlar qaldılar Mədinədə, ya Məkkədə imamla birləşmədilər, Məhəmməd Hənəfiyyə də onlardandır. Yox, onlardan deyil. Şahidim də budur ki, İmam Hüseyin ona vəsiyyət eləyir, onu inanır, o vəsiyyətnaməsini ona verir. Yaxşı. İmam vəsiyyətdə nə yazır? Vəsiyyətin müqəddəməsi var. Bu vəsiyyəti Hüseyin ibn Əli vəsiyyət eləyir. Cəmaat, mən qiyam eləməmişəm. İnni ləm əxruc. Mən qiyam eləməmişəm. Bətirən və la əşirən. Mənim qiyamım buna görə deyil ki, məqam axtarıram, istol axtarıram. Mənə istol verməyiblər, ona görə çıxmışam, qiyam eləmişəm. İstol üçün deyil. Dalaşmaq üçün deyil. Mən belə adam deyirəm ki, istəyirəm dalaşam, cəmiyyətdə ixtilaf yaradam, cəmiyyətdə dava dalaş yaradam. Bunlar üçün deyil. Bunları niyə imam buyurur? Sonra imamın şəhadətindən sonra bunları düzəldəcəklər imamın qiyamına. Xarici kəlməsi nə əcnəbi mənasında idi. Xarici yəni İslam ümmətinə isyan eləyən, dalaşan. Deyir cəmaat, mən bunlar üçün də ya Mədinədən çıxıram. Əvvələn məndən beyət istəyir Yazid, mən ona beyət eləmərəm. Ki, onu sonralar danışacağım. Niyə İmam Yazidə beyət eləməz? Məsələn, bunun fəlsəfəsi nədir? İmam necə Yazidə beyət eləməyəm? Hələ onunla işimiz yoxdur. İmam buyurur ki, mən ki çıxıram, ennəma uridul islah li ümməti cəddi. Mən istəyirəm, cəddimin ümmətini islah eləyəm. أريد أن آمر بالمعروف وأنهى عن المنكر وأسير بسيرة جدي وأبي. من istəyirəm əmr məruf edəyəm, nəhy az münkər edəyəm. Cəddimin və atamın davranışına qeytərəm xalqı. O yaşayışa qeytərəm. Vəsiyyətnamədə aydın imam öz məqsədini izah edir. Deyir, mən gördüm cəmaat Peyğəmbər yaşayışından uzaqlaşıblar. Əmirül-Möminin yaşayışından uzaqlaşıblar. Daha o cür yaşamırlar. Axtarışları ayrı şeydir, ləzzətləri ayrı şeydir, istədikləri ayrı şeydir. Ayrı zad istəyirlər, həva və həvəs istəyirlər. Daha önəmli deyil mənəviyyət, önəmli deyil insani ilahi dəyərlər. Ayrı zad axtarırlar. Mən istəyəm tazdan qeytərim ora. Cəmaat dünyaya məşğul olubdur. Daha mənəviyyət və axirət unudulubdur. Buyurur, mən cəddim Peyğəmbərin və atam Əmirül-Möminin yaşayış tərzinə istəyirəm qeytərim. Yaxşı. Hardan istəyirəm başlayayım? Bu cümlədə deyir, mən istəyirəm əmr bil məruf nəhy az münkərdən başlayayım. Cəmaatı qeytərim elə zahiri dini əməl eləsinlər. Namaz qılsınlar, oruç tutsunlar, sədəqə versinlər. Zahiri dini heç olmasa yerinə yetirsinlər. Zahiri xəraplamasınlar. Diqqət edin bu cümlələrə. Bunlar çox mühüm sözlərdir. İçin o islahat vardı, için o təmizləmək vardı. Bir batin təmizləmək var. İnsan içəridən pak ola. Düz adam ola həqiqətən. Həqiqətən düz adam ola. Allah adam ola içəridən. Riyakar olmaya, yalancı, nifaqla özünü dinə bağlamaya.
Həqiqi salih ola. Bir də zahiri salihlik var. Hələ zahirin düz olsun. İmam deyir, mən buradan başlayıram. Zahiri salihlikdən başlayıram. Demir, ona qənaətlənirəm, ona kifayətlənirəm. Deyir, buradan başlayıram. Niyə? Bu nə qanundur? Ağa, bizim dinimizin qanunlarından biri budur. Batin o vaxt təmizlənər ki, zahiri də təmizləyəsən. Bu alladıcı sözdür ki, qəlbin paç olsun. Ağzın yalanından dolu olsa, qəlbin paç olmaz. İşlərin günahla birlikdə olsa, içəri paç olmaz. Əvvəl eşiyi biraz təmizlə. Əmirül-Möminin bir cümləsi var, misaldır bu cümlə. Bu cümlə misaldır. Deyir, insanın imanı düzəlməz, qəlbi düzələ. Qəlbi düzəlməz, dil düzələ. Dil burada misaldır. Yəni, qəlbi düzəlməz, məgər zahiri bədənin əzası da günaha tərəf getməyə. Mən ta o vaxtacan ki, yalan danışıram həyatımda, bu manidir, bu məni qoymaz qəlbim təmizlənsin. O vaxta qədər ki, mən gözümü kontrol eləmirəm, bu manidir, qoymaz mən yuxarıya çıxım. Ona görə imamın islahı, deyir, mən əmr-i-məruf nəhy-əz münkərdən. Əmr-i-məruf nəhy-əz münkərin mənası nədir? Yəni, din heç olmasa dini hökmlər insanların həyatına gəlsin. Dini hökmlər mümkündür gələ, mümkündür biri namaz qıla, münafiq ola. Deyir, düzdür, onlar da var. Amma heç namaz qılmayasən, ondan təmizlik baş verməz. Gərək zahir təmizlənə. Bəzilər bu zahirdə qalarlar, batinə getməzlər. Amma batinin təmizlənməyi zahirdən gedir. Mən sizə bir misal verim. Bir göldür. Bu göl zibil ilə dolu olubdur. Neçə qət zibil var göldə. Sən istəsən dibdəkiləri təmizləyəsən, gərək əvvəldə üz qəti təmizləyəsən axı. Baxın, bizdə həsadət var, pəxilçilik var. Bu pəxilçilik səbəbdir yalan danışaq. Pəxilçilik səbəbdir qeybət edək. Pəxilçilik səbəbdir töhmət vuraq. Pəxilçilik səbəbdir birinin sirrilərini açaq. Yaxşı, sən istəyirsən o pəxilçiliğin kontrol olsun, ağzını biraz kontrol elə, yavaş-yavaş o pəxilçilik ölər. Daha imkan tapmaz bu pəxilçilik özünü meydanda yaşattırsın. Bu bir qanundur insanşünaslıqda. İnsanda xasiyyətlər əməllərlə diri qalar, əməllərlə böyüyər, əməllərlə kiçilər. İnsan bir günaha düçardır, nə qədər arzu eləsə ki, Allah mənə tövfiq ver, mən bu günahdan əl çəkim, höcürdən dua dilə ha, amma əsas yolu deyil. Əsas yoludur ki, ondan ki günah baş verir, məsələn bir adam da əgər bir əyri yoldadır, ondan ayrıla, uzaqlaşa, neçə müddət uzaqlaşsa getdikcə o hiss ölər. Yoludur. Zahiri təmizlənmə baş tutmasa, batini təmizlənmə gəlməz. Arzudur. Məcazə sözdür. Ona görə imam buradan başladı. Buyurur, mən istəyirəm, islah eləyəm. Amma islahı düzdür, batini islah da olmalıdır bəşərdə ki, gələn cələsələr danışacaq. Amma əvvəlin addımı budur ki, insan öz zahirisini Allah deyən kiminə hələ çevirsin. Əmirül-Mömindən soruşlar, sən bu yola ki, bu məqama çatdın, nə ilə çatdın? Bimən eltə, biman eltə. Sən bu dərəcəyə çatdın, Əmirül-Möminin mənəvi dərəcədən söhbət gedir. Buyurur, kontu bəvvabən əla qəlbi. Mən qəlbimə qapıçı idim. Qəlbimə qapıçı idim.
Qəlbi istəydim təmizləyəm, amma qapısında durmuşdum, qapıçı idim. Özüm qapıçı idim, başqası da yox ha. Başqası insanı paçlaşdıramaz. Yol görsədə bilər, amma insan özüdür yola düşməlidir. İnsan özüdür getməlidir. İnsan özüdür iradə eləməlidir. Özdə qapıçıyam. Qapı haradır? Qapı insanın gözüdür, ağzıdır, qulağıdır, ayağıdır, əlidir. Ta vaxt ki insan naməhrəmdən əl verir, bu hələ ruhi şəhvətdən ölməz. Bu hey desə də ki, mən istəyirəm qəlbimi paçlaşdırım, təmizlənim, bu əl qoymaz. Əl qoymaz, bu zahiri təmiz olmamaq qoymaz o batini təmizlik baş tutsun. Ona görə əvvəlin addım işi İmam Hüseyin Əbu Abdillah Mədinədə çıxanda dedi, mən istəyirəm elə zahirlər hələ təmizlənsin, hələ dil düzəlsin bizlərə, yalan danışmasın dil. Düzdür, dilin yalan danışmağı içəridə bir sıra çiynələrdir, mənşəyi var, kökü var. O kökü də çıxardacam, amma əvvəl bunların ağızlarım, qapılarım bir bağlayayım, qidalanmasın. Ağa, insanın xasiyyəti qidalanar. Ağac kimindir? Ağaca, hava quruda biləsən ağacı. Su verməyəsən, gübrə verməyəsən, gün verməyəsən, onda ağac quruyar. Yox, hər nə gündə biləsinə su da verirsən, günəş də verirsən, hey də deyirsən, qəlbin paç olsun. Gündə nə qədər yalan danışırıq, gündə nə qədər ağzımızla kontrolsuz işlər görürük. Hələ ağzı misaldır. Ona görə qəlbi düzəlmir, iman düzəlmir. İmam Hüseynin islah bəhsi buradan var. Deyəcək, atamın davranışına istəyirəm qeytərim. İnsanların o məzac deyərlər. Məzac yəni o insanın axtardığı amallar, o ləzzət. Nədən ləzzət alır insan? Deyir, bu dəhşilim insanlardır. Axtardıqları ayrı zad olubdur, amalları ayrı şey olub. Mən istəyirəm qeytərim bilələrinə, davranışlarını. Bugün Məhərrəmin 2-ci gecəsidir. Daha söhbətim burada qalsın, İnşallah davam edəcəyik. Aydın oldu, söhbətlər nə istiqamətdə olacaqdır. İmamın cümlələrini bu sahələrdə izah eləməkdir. Ki, əvvəlin məsələ ümmətin nə oldu? İslah. Birinci məsələ də islah zahirdən başlanır. İkinci gün imam Kərbəlaya yetişibdir. Yəni Məkkədən gəlib sabah səhər Kərbəlaya çatıbdır. Əbu Mixnəf bir dənə məqtəli var. Yəni İmam Hüseynin hadisələrini yazıbdır. Deyir, imam ki ikinci gün yetişdi. Deyir, Kərbəlaya atı getmədi. Daha oradan hərəkət eləmədi. Hətta yazıb neçə daha heyvan dəşdilər, mərkəb o və vəsait dəşdilər ki, geçsin də. Ki, getmədi. İmam soruşdu ki, bura nədir? Bu məkanın adı nədir? Təəccüb oldu da, getmədi. Niyə burada? Daha buradan o yana getmirlər. Heyvanlarda. İmama dedilər ki, bura deyərlər Qaziriyyə. Buranın adı Qaziriyyədir. Peyğəmbər ki, biləsinə buyurmuşdu, Qaziriyyə adı deməmişdi. Dedi, ayrı adı yoxdur. Dedi, niyə? Bura Şatil Furat da deyərlər. Yəni, Furatın kənarı. Dedi, başqa adı yoxdur və buranın. Dedi, bura Kərbəlada deyərlər. Fətənəffəsə suəda. İmam bir ah çəkdi. Və bəqiyə bukaən şədid. İmam ağladı. Yadına düşdü. O xəbərlər içi verilmişdi, yadına düşdü.
Dedi, bəli, biz burada məqsədə çatacağıq. Bura bizim addımlarımızın axırıdır. Hərəkətimizin burada, dünyada məqsədidir. Haza mavzi'u kərbin və bəla. Huna munaxu rikabina. Burada bizim mərkəblərimiz yıxılacaq. Burada bizim balalarımız şəhid olacaq. Burada bizim insanlarımız, mömin əshabımız yerə düşəcək. Məqtəl-u ricalina. Burada bizim kişilərimizin qətlicahıdır, şəhid olan yeridir. Və məsfəku dimaina. Burada bizim qanlarımızın tökülən yeridir. İmam Kərbəlaya çatdı. Kərbəla işi özü ilə ağır hadisələr bu da daşıyacaqdı.